Bismillahirrahmanirrahim. Mina Vasif, Eymen Zidan, Hüseyin İcac, Qasim Məlhə, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. جعفر الصادق نور شع بالعلم فأرشد لا يضاهى في تقاه وبالحق مؤيد جعفر الصادق نور شع بالعلم فأرشد لا يضاهى في تقاه وبالحق مؤيد علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرضى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه في الدين يذكر إنه Filmin rejissoru Sami Əl-Cənadi. İyirminci hissə. Salam aleyküm. Aleykümselam. De görün bunları neçəyə verirsən? Elə də baha deyil, ucuzdur. Nə qədər istəyirsən? Qulaq assa bu həkim. Mən daha köhnə qiymətə Nəyə satmayacağam. görə ay oğlum? Bu qiymət mənimlə Əbu Vailin uzun zamandan bəri alış-veriş etdiyimiz və hər birimizin razı qaldığı bir qiymətdir. Gördün? Nəyi? Özün dedin ki, uzun zamandan bəri. Hə, bəli oğlum, mənimlə Əbu Vail ticarətimizə birgə başlamışıq. Qulaq as Əbu Həkim. Bugün bu yerin ağası mənəm. Əmim mənə bu məkanda istədiyimi eləməyimə icazə verib. Nəhayət ki, mən bu qeyd dəftərinə baxdım və əmimin səninlə olan ticarətinin dəyərsiz olduğunu anladım. Həmçinin də mən gəlirim azdır, çünki Bu mən... ticarət deyil. Sizin elədiyiniz mənim bildiyim ticarət deyil. Qazanc əldə etmədən alıb satırsınız. Bu ticarətdir, yoxsa xəsarət? Düz deyirsən. Biz çox vaxt az qazanırıq, çünki qazanc bizim üçün mühüm deyil. Sizin elədiyiniz hədərə gedəcək. Mən də hədər yerə iş görmürəm. Ay cahil, sən bizim qazancımızı az görsən də, biz Allaha həmd edirik. Çünki bu kasıblar bizim malımızı alıb, bunun da nəticəsində övladlarının ehtiyacını ödəyirlər. Sən həqiqətən də qanmazsan. Ağam, ağam! De görüm nə baş verir. Ağam gözlərini açdı. Əli ilə əlimdən tutdu. Əlində soyuqluqdan öncəki hərarəti hiss elədim. Get. Get mənim üçün içki gətir, tez ol. Tez ol! Baş üstə. Esselamun aleyküm.
Allah sizə səbir versin ağam. Allah sizə də səbir versin Əba Müslim. İnan ki, Təlhə hər bir şeyi öz başına eləyib. Alçaq nəfsli insan, özündən başqasını fikirləşmir. O evə ayaq bastığından bəri evdə ababa çox dəyişib. Evini satdı, pullarını dolabına qoydu. Öz pulundan da heç nə xərcləmir. Bəs indi Ziyadın halı necədir? Şükür olsun Allaha. Gözlərini açdı. Az da olsa yeyir, biraz da olsa içir. Sizinlə danışa bilir? Xeyr. İndiyədək bir söz də olsa belə söyləməyib. Hələlik. Atam daim sənin haqqında fikirləşirdi. Rəhmətli çox təkid eləyirdi ki, sən də bizlərdən biri olasan. Elə mən də ağam, nə qədər ki sağam, sizə itaət eləyən əqidə yoldaşınız olacam. Səndən gizli saxlamaq istəmirəm, Əbdurrəhman. Sən mənim etibad bəslədiyim seçilmiş insanlardansan. Bizlər atamın, Bəkir İbn Mahanın və şairlərin fəziləti sayəsində ayaqdayıq. Tərəfdarlarımız da canlarını bizə fəda edilər ki, bunu dəyərləndirmək lazımdır. İndi də Xorasanın bizim olmasının zamanı yetişdi. Bəli ağam. Mən bilirəm ki, sizin yüksəltdiyiniz şüar altında sizi özlərinə rəhbər bilən və hakimiyyətinizi arzulayan minlərlə insan cəm olub. Sənin İraq və Xorasana getməyini istəyirəm. Yolda bizi özünə havadar bilənlərdən və inandığın şəxslərdən kimi görsən, onlara atamın vəfat elədiyini və mənim onlar üzərindəki imamətimin xəbərini çatdırarsan. Həqiqətən də biz tezliklə öz xilafətimizi elan eləyəcəyik. İnşallah ağam. Cəsarətli ol. Qalx ayağa ağam. Əvvəlki vəziyyətinə qayıt. Allaha and olsun ki, sənin səsini eşitmək üçün darıxmışam. Qalx ayağa ağam, qalx. Təlhə də sənin yerini tutub. Necə ağam? Nə dedin? Allaha and olsun ki, nə dediyini anlamıram. Təlhə sənin bəzi tacir yoldaşlarınla, Əbu Həkimlə də pis rəftar eləyir. O da sizinlə işləmək istəmir. Sonra da dəfələrlə sizin əmlakınız, eləcə də hər bir şeyi qeyd elədiyiniz dəftər haqda soruşub. Lakin mən onun yerini göstərmədim. Təlhə də yorulmadan o dəftəri axtarır. Amma bilmirəm ki, istədiyinə nail olub, yoxsa yox. Ağam, de görüm xanım Zeynəbə onun yerini söyləyeyim. Necəsən atacan? Allah Teala buyurub. Bugün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin. Bu ayə haqda sənin bildiyin bir şey var? Fuzeyl, hər bir ədalətsiz imamın ardıcıllarının cəhənnəmə vasil olmalarına dair əmr olunduqda, onlar imamlarını öz adı ilə çağırar və deyərlər, ey filan kəs, ey bizi həlak eləyən, gəl və bizi mübtəla olduğumuz bəladan xilas elə. Sonra isə vay olsun bizə deyib, özlərinə ölüm diləyərlər. Elə həmin anda onlara özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin deyərlər. Atam Əli ibn Hüseyn, atası Hüseyn ibn Əlidən nəql eləyib, demişdi ki, Resulullah sallallahu aleyhi və alihi və səlləm Əmir-əl-Müminin Əli ibn Əbu Talib əleyhissalama buyurmuşdu. Ya Əli, sən və əshabın cənnətdəsiz. Ya Əli, sən və ardıcılların cənnətdəsiz. Allahın salamı ona və pak ailəsinə olsun.
Pərverdigara, namaz qılmaq və münacat etmək üçün mən hər dəfə tədarükümü görüb, hazırlaşıb qarşında duranda, namazda mənə mürgü gətirmisən. Gizlində sənə səsləndiyimdə məni münacatdan məhrum eləmisən. Ey Mövlam, deyəsən məni öz qapından qovmusan və xidmətinə qadağa qoymusan. Yaxud da məni sənin haqqını ucuz tutan görüb, özündən məhrum etmisən. Bəlkə də məni nemətlərinə şükür eləməyən görüb, nankör saymısan. Bəlkə də mənim duamı işitmək istəməmsən və məni uzaqlaşdırmısan. Sən günahları bağışlayan və mərhəmətlisən. Mən də sənin zəlil qulunam, ey mənim Rəbbim, günahlarımı bağışla. Dediyim kimi, Allahu Ekber. o namaz ardından namaz qılır. Bizim vaxtımız yoxdur. Dərhal buranı tərk eləməliyik. De görüm, axı nə olub? Töhmətlə əmiri həbs eləyiblər. Onlardan necə xəbər tutublar? Onların o qədər cəsusları var ki, lazım gəlsə hamıya nəzarət eləyərlər. Qorxuram xəbər onların Kufədəki valiləri Həsən İbn Sılta yetişər. O da Zeydə tərəf bizdən daha tez hərəkət eləyər. Biz daha tez tərpənməliyik. Mən gedim səfər hazırlığını görüm. Sən isə onu bu namazı bitirib digərinə başlamazdan əvvəl məsələdən agah elə. Yaxşı, tez ol, hazırlaş. Sən neynirsən? Mən Zeyd ibn Əli ilə gedirəm. İnanmıram ki, sağ-salamat ailənin uşaqlarının yanına qayıdasan. Sağ-salamat qayıtsam, tələbatları mənlikdir. Yox, əgər qayıtmasam, bütün məsuliyyət Allahın üzərinədir. Salamat qalın. Ata, məni də özünlə apar. Oğlum, sən bunun üçün hələ balacasan. Mədinə şəhəri. Ya Əba Əbdullah, bu kişi tutduğu işdə mənimlə mübahisə eləyir. O neynir ki? Bazardakıların ehtiyatsızlığından istifadə edib, mallarından götürür və ehtiyacı olanlara verir. Və tutduğu iş üçün də deyir ki, bu xeyirxah əməldir. Belə deməkdə sənin dəlilin nədir? Allahın kitabı olan Quranı məyər bilmirsən? Qurandan bilmədiyim nədir ki? İzzət və cəlal sahibi olan Allahın kim yaxşı iş görərsə, ona həmin işin 10 qat savabı verilər. Kim pis iş görərsə, ona həmin işin misli qədər cəza verilər söyləməsini. Mən 2 çörək oğurlayanda 2 pis iş görmüş oldum. Və 2 dənə nar oğurlayanda yenə 2 pis iş gördüm. Bunların hamısı birlikdə cəmi 4 pis iş eləyir. Çörək və narların hər birini sədəqə verdikdə isə 40 savab qazandım. 40 savabdan da 4 pisliyi çıxsan mənim üçün 36 savab qalar. Sən Allahın kitabından bir xəbərsən. Məyər Allahın belə buyurduğunu bilmirsən? Allah yalnız müttəqilərdən qəbul edər. Sənin 2 çörək və 2 nar uğurlamağın 4 pis əməl eləyir. Çörək bişirənin və nar satanın razılığı olmadan onların malını qeyrisinə verdikdə isə 4 pis əməlinə eyni ilə 4 pis əməl də əlavə elədin. Ayəni bu cür pis yozanlar isə zəlalətə düşər və cəmaatı azdırarlar. Baş üstə sərvərim. Ey mənim ağam, evlənmək haqda düşünməyin zamanı yetişmədi. Niyə bu barədə məndən soruşursan? Rəbbinin üzünə subay çıxmamağın üçün. Kimləri məsləhət görürsən? Çoxdular Mövlam. Hamısı da əsil nəsəb sahibi olan əmir qızlarıdır. Əməvidilər. Haqlısan.
Əməvilərdən olan əmri qızı ilə evlənmək istəyirəm. Übeydə. Übeydə. Nə olub bibi? Xəlifə Hişamın ailə üzvlərindən eşitmişəm ki, o Ümmü Həkimin yerini tuta biləcək qadın axtarır. Doğrudan seçimi kimin üzərində dayandı? Hələ ki seçim olmayıb. O Ümmü Həkim kimi gözəl və cazibədar başqa bir qadın hardan tapacaq? Mən onların sevgisinə o qədər qibtə eləyirdim ki. Amma bu onun ürəyincə deyildi. O özünü həmişə uca tutardı. Mən Məsləmənin həyat yoldaşının yanına gedəndə, onların xəlifədən narazı olub, daim bir-birlərinə şikayət elədiklərini eşitmişəm. Onun müsəlmanların xəlifəsinə, ölkə işlərinə vaxt ayırmaq üçün öz zövqünə görə həyat yoldaşı seçməsi çox vacibdir. Deyirlər ki, həqiqətən də xəlifə əsilzadə Əməvi qız almaq istəyir. Ola bilsin ki, görəsən kimi seçəcək, hə? Mən xəyallara dalmaq istəmirəm, bibi. Xoş gümanda olun ki, xeyir tapasız. Onun üçün bütün Əməvi əmirlərinin qızlarını sadalayıblar. Sən də onların arasındasan. And olsun Allaha ki, daim onun qarşısında olsam da, mənə gözümün ucu ilə də baxmaz. Mən bəxtimi bilirəm. Ata-anadan yetim böyümüşəm. Məhrumiyyətə düçar olmuşam. Hətta valideynləri sağ olan hər bir kəsə həzəd aparmışam. Übeydə, səndən nəyi əsirgəmişəm, hə? Niyə belə bədbin olmusan? Bibican, əgər atam sağ olsaydı, indi hansısa bir vilayətin əmiri, yaxud da xəlifənin vəziri idi. Qapımıza da elçilərin biri gedib, o birisi gələrdi. Hər halda sən əmir qızısan. Xəlifənin istədiyi kimi Əməvi əmirinin qızısan. Əsl nəcabətə görə yaxınsız. Ailələrin kökləri də eynidir. Bir üstünlüyün də var ki, sən gənc və gözəl bir qızsan. Zeynəb, bilmirsən atanın üzüyünü hardan tapa bilərəm? Yox, bilmirəm. O bu xəstəliyə düçar olandan həmin üzüyü görməmişəm. Neyniyəcəyimi bilmirəm, Zeynəb. Bu üzük olmadan da bir şey alıb sata bilmirəm. Mümkün deyil. Bəs sənin üzüyünə nə gəlib? Onun sövdələşmələri yalnız öz üzüyü ilə mühürlənir. Bazarda da işlər belə icra olunur. Özündən soruş. Hələ də xəstəsən? Əmican, necəsən? Sənin üçün malikanə almaq istəyirəm. Amma üzüyünün yerini bilmirəm. O səndədir? Axtarmadığım bir tək sənin dolabın qalıb. Digər qalan atlılarla harda görüşəcəyik, ətiyə? Razılaşmışdıq ki, buradan bir günlük yürüyüş məsafəsində görüşək. Allah yolunda və Zeyd ibn Əliyə dayaq olaraq şəhid olmağı çox arzulayıram. Qəlbimə Allah yolunda şəhid olmaqdan və Peyğəmbərin əhli beytinə yardım olmaqdan daha əziz bir şey yoxdur.
Bismillah elə qardaşım. Bismillah. Numan, bunu apar Əbu Züheyrə ver. Bura bax, Hə? o kasıb adamdır. Odur ki, ondan pul alma. Baş üstə ağam. Selamun aleyküm. Və aleykum salam. Xoş gördük. Keyfin necədir? Şükür olsun Allaha. Hə, de görüm nə xəbər var. Məni ağam Əbabail göndərdi. Yaxşılaşıb, dil açıldı. Şəfa Allahın öz əlindədir. Biz bir şey bilmirik. O çox az bir şey tələffüz eləyə bilir. Allah şəfasını versin. O salih, xeyirxah və təqvalı insandır. O məndən sənin haqqda soruşdu. Səxri çağırın deyirdi. Gəldim, bu xəbəri sənə çatdıram. Məni? Bəli, səni. Bilmirəm bibican. Deyirlər xəlifə yaman xəsis adamdır. Bu onun müsəlmanların beytülmalına olan hərisliyinə dəlalət eləyir. Onu da İslam torpaqlarının müdafiəsinə və müsəlmanların ehtiyaclarının ödənilməsinə xərcləyir. Amma o xasiyyətcə kobuddur bibi. Yaxınları da onun dəyişməz olmasından və tərəf müqabillərini əff eləməməsindən gileylənirlər. Hakimiyyət işlərinə fikir vermə. Bu bizə aid deyil. Xəlifənin bildiyini bizim ağlımız dərk eləyə bilməz. Ən əsası onun Əməvi əmir olmasıdır. Allah sənə ondan bir oğul bəxş eləsin, o da mənsəb və nüfus sahibi olsun. Qorxuram ki, otdan kömək istəyən kül misalı olum o da mənlə. Yalnız övladlarının anaları olduğu üçün bəzi mənsəb sahiblərinin adət elədikləri cariyə kimi rəftar eləsin. Bu da sənin fərasətindən asılıdır, şahzadə. Borc məsələsini neynədi, nə yəsəd? Bu yaxında borcumu qaytardı ağam. Sənin bildiyin faydalı oldu, yoxsa mənim sənə məsləhət gördüyüm? Sən neynəmişdin ki? Mənim Həsənə övladlarından alacağım var idi. Borcumu geri almağım çətin oldu. O da mənə qarşı biganəlik eləyirdi və aramızda söz-söhbət düşdü. Bu işdə şeytanın onunla arama nüfuz eləməyəcəyindən, peşman olacağım addım atmayacağımdan əmin deyildim. Əbə Əbdullahdan nə eləyəcəyim haqda soruşdum. O da dedi ki, bu həll yolu deyil. Onun yanına gedəndə uzun-uzadı əyləş və susmağa riayət elə. Hə, nə baş verdi ki? Dediklərinə əməl elədim və çox keçmədi ki, o pulumu qaytardı. Nə mən ona əziyyət verdim, nə də o məni çox yubatdı. Mənim Mövlam, mənim də qardaşımdan şikayətim var. Hansı qardaşından şikayət eləyəcəksən? Əbu Nasir İbrahimdən, ey mənim Mövlam. İbrahim, nə baş verib ki, müsadif səndən şikayət eləyir? Haqqımı geri almaq üçün qaziyə müraciət elədiyimə görə şikayət edir. Məyər haqqımı tələb eləmək pis əməldir? Məyər Allahın belə buyurduğunu oxumamsan? Onlar pis haqq hesabdan qorxarlar. Düşünürsən ki, Allahın onlara qarşı ədalətsizliyindən qorxurlar və onun ədalətsizliyi də pis haqq hesab deməkdir? Bu belə deyil. Onlar bir qazinin hökm çıxarmasından qorxurlar. Cəlalət sahibi olan Allah da bunu pis haqq hesab adlandırmışdı. Başqasına haqsız hökm yürüdülməsini istəyən şəxs onunla pis davranmış olur. Allah Teala buyurub ki, aranızda olan fəziləti unutmayın. Əmim Zeyddən bir xəbəriniz var? Əyləş, yeni xəbərlərini söylə, əyləş. Mən onu gördüm, mənim Mevlam. Kimi deyirsən? Sizin bəyəndiyiniz kimi Əməvi bir əmir qızı. Gözəldir, tərbiyəlidir və Quran hafizidir. Mən onu nə vaxt görə bilərəm? Xanım doğrudan ağam danışmağa başlayıb. Allaha həmd olsun. Yavaş-yavaş dilinin düyünü açılmağa başlayıb. Əlini də əvvəlkindən daha yaxşı tərpədir. Amma bədəni hələ də zəifdir. İndi yaxşı qidalanmalıdır. Bu dəqiqə bazara gedib qəssabdan ən yaxşı ət alaram. Onun üçün bişirərəm. Bəlkə də o yeməyin qoxusundan ayağa qalxar. Allaha şükürlər olsun. Zübeyrə de ki, bir qoç hazırlasın. Səndən bir şey soruşmaq istəyirdim. Bacın neynir? Balaca qızı necədir?
Allaha çox şükürlər olsun. Balaca da ki, maşallah çox gözəldir. Adı nədir? Səkinə. Səkinə? Biz kəndimizdə bu adı çox az qoyarıq. Bilirsiniz, məncə ona bu adı sakit olduğuna görə veriblər. Bəlkə də Səxrin anasının istəyi belə olub. Ya da ki, başqa bir şeyə görə. Danış onunla Səxir. O səni eşidir. Əmi, Allah şəfa versin. Belə rəvayət eləyirlər ki, xəstəlik və ya ağrıdan bir gecəni oyaq qalmağın əcri ibadətlə keçən bir ilin əcrindən daha əzəmətlidir. Allaha sığınmışam. Qızının səhhəti necədir? Şükür Allaha, yaxşıdır. Doğrudan da o Allahın mənə bəxş elədiyi nemətdir. Sən özündə xeyir sahibisən. Allah mənə etimadını həmişə doğrultmağı nəsib etsin. Yaxın gəl. Yaxınlaşıq. Yaxınlaş Səxir. Yaxınlaş biraz da. Biraz da. Məni yaxşı dinlə. Bu əmanətdir. Sənin yanında qoyacağım əmanətdir. Götür, götür. Allah sənə şəfa versin əmi. İnşallah etimadını doğruldaram. Bu nə dadlı yeməkdir. Əsl sultan süfrəsinə layiq yeməkdir. Elədir ki, var nənəcan. Necə? Sən nə dedin? Siz yeyin, mən də bir əhvalat danışacağam. Amma siz yeyin, mənə fikir verməyin. Fikriniz yeməkdə olsun, mənim dovqatımı pozmayın. Atan üzüyü mənə verməlidir. Yoxsa onu axtara-axtara evi alt-üst eləyəcəm. Evi alt-üst eləyəcəksən. Niyə görə? Məyər o sənindir? Yoxsa burada hər şeyi bir-birinə qatacam. Bazarda hamı mənə sanki böyük tacirlərdən biriyəm kimi baxır. Mən hər şeyi özüm qurmuşam və atanın ticarətini özüm idarə eləməliyəm. Onlar soruşa bilərlər ki, görəsən niyə üzüyü ona vermir? Məyər o yalancıdır? Məyər o oğrudur? Məyər o xaindir? Nə deyəcəklər? Bəlkə də deyəcəklər ki, İbn Ziyad sağalacaq və özü öz ticarətini idarə eləyəcək. İnsanlara qarşı xoş niyyətli ol, əmi oğlum. Güman eləmirəm ki, o bir daha əvvəlki kimi olsun. Çox güman ki, o ölümə daha yaxındır. Allaha sığınıram, sən nə danışırsan?
O Allahın izni ilə sağalacaq. Sən bazarda nələrin baş verdiyindən və nə danışdıqlarından xəbərsizsən və ağlımdan nələr keçdiyini bilmirsən. Allah köməyin olsun ey Səxir. Allah köməyin olsun. Bu dəmirçi burada nə edir? Xarab olmuş pəncərəni düzəltməyə gəlmişdi. Alət gətirmədən pəncərə təmir eləyir? Bilirsən, alətlər pəncərə çox sınmamışdı ki. Hə, ona görə. Axmaq ağam de mənə. Ey axmaq ağam. Rədd ol gözümün qabağından murdar. Mədinə şəhəri. Ağam, icazə versəydiniz, sizə bir şikayətim vardı. Buyur ey Cofi. Küfə cəmaatı Məhəmmədin ailəsinin tərəfdarlarına tənə vururlar. Nə deyirlər ki? Ağam, onlara Cəfərilər deyirlər. Həqiqətən də sizdən Cəfərin əsabı olanları çox azdır. Həqiqətən də sizdən Cəfərin əsabı olanları çox azdır. Şübhəsiz ki, Cəfərin əsabı Allaha təqvalı olan və xaliqi üçün çalışandır. Bizi insanlara sevdirən kəslərə Allah mərhəmət etsin. Onlar əməlləri ilə nifrət oyatmayanlardır. Əgər bəziləri bizim dəyərli sözlərimizi dəyişməsələr, insanlar arasında izzət sahibi olar və heç bir kəs onların danışığında xələl belə tuta bilməzdi. Sizə təqvalı və itayətkar olmağı tapşırıram. Xeyirxah, əmanətdar, düz söz danışan və yaxşı qonşu olmağı tövsiyə edirəm. Muhammed, Allahın salamı ona və ailəsinə olsun, məhz bunlar üçün gəlmişdi. Əqrabanız arasında namaz qılıb, qohumlarınıza baş çəkin. Xəstələrinizi ziyarət edin və dəfn mərasimlərində iştirak edin. Bizə zinət olun, damğa isə olmayın. Bizi insanlara sevdirin, nifrəti isə bizdən uzaq edin. Hər bir sevgini bizə cəlb edin və hər bir pisliyi bizdən dəf edin. Haqqımızda deyilən hər xoş sözə layiqik və haqqımızda deyilən hər pis sözdən uzaqıq. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Gecəni burada qalaq. Biz də dincələrik atlarımızda. Bura daha münasibdir. Gecəni burada keçirəcəyik.
Qızım, Allah səbrini xeyirlə mükafatlandırdı. Sənə bu yeni həyatında faydalı məsləhətlər vermək istəyirəm. Buyur Bibican. Sözlərinə qulaq asmasaydım bugünə çıxmazdım. Həmişə onun gözlərinə bax. Xoşlamadığı davranış görməsin. Sənin rəftarın onu narahat eləməməlidir. İndi sən onun ailəsi və sirdaşısan. Onunla xoşladığı tərzdə rəftar elə. Gözəl təravətin onu hər zaman məftun eləsin. Yastığını rahat elə. Məhəbbətin isə onu daim sənin yanına gətirsin. Übeydə. Sən necə də gözəlsən. Mən həyat yoldaşımın əmrindəyəm. Qəsrimə xoş gəlmisən. Qəsr sahibi ilə dəyərləndirilir. Sizin kölgəniz mənim üzərimdə olduqca, mən hətta kömanı belə qəsr hesab eləyərəm. Mövlam deyə bilər ki, nəyi xoşlayır, nəyi xoşlamır, mən isə onlara riayət eləyim. Mən sənin belə də olmağını istəyirəm. Alimlərdən eləsi var ki, elmini xəzinə tək toplayar və ondan xərcləməz. O cəhənnəmin 1-ci qatına düşəcək. Alimlərdən eləsi də var ki, məsləhət verildikdə təkəbbürü artar, moizə etdikdə isə həddini aşar. O cəhənnəmin 2-ci qatına düşəcək. Alimlərin eləsi də var ki, elmi sərvət və şərəf sahiblərinə sərf etməyi münasib bilər və kasıblara sərf etməyi isə münasib bilməz. O cəhənnəmin 3-cü qatında olacaq. Alimlərdən bəzisi elmində sitəmkar və hakimlərin yolunu gedər. Əgər sözündən biri qəbul olunmaz və ya göstərişindən biri yerinə yetirilməzsə qəzəblənər. O cəhənnəmin 4-cü qatında olacaq. Alimlərdən eləsi də var ki, kimi isə haqsız çıxarmaq və söhbətini uzatmaq üçün xristiyan və yahudilərin hədislərinə müraciət eləyər. O isə cəhənnəmin 5-ci qatında olacaq. Alimlərdən eləsi də var ki, özünü fətvalar məcmusu qələmə verərək deyər. Soruşun məndən. Bəlkə də sərrast bir hərf belə söyləməz. Allah da saxtakarları sevməz. O isə cəhənnəmin 6-cı qatında olacaq. Alimlərdən eləsi də var ki, elmini insanlar arasındakı şəxsiyyət və ağıl mənbəyi qərar verər. O isə cəhənnəmin 7-ci qatında olacaq. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.